Kəramət salam. Salam, salam. Kəramət ya böyükçöl? Kəramət mənim adımdır, böyükçöl təxəllüsümdür. İndi çoxları elə başa düşür ki, böyükçöl nə kənd adıdır, ya nə bilim belə. Amma elə deyil. Böyükçöl mənim üçün azadlıq. Yəni insan ancaq çöllərdə azad ola bilər, böyük çöllərdə, ucu-bucu, bucağı görünməyən böyük çöllərdə. Nə kamera yox, nə səs-səzan yox, nə adam şərriyən yox. Ürəyin istədiyi kimi danışa bilirsən. Bu mənada əlbəttə ki, böyük çöl. İmişli ya Bakı? İmişli yenə mənim Kəramət öz adım olduğu kimi İmişli də mənim doğulub, yeriməyə başladığım bir rayondur. Mən İmişli rayonu Əlqullar kəndində doğulmuşam. Bakı isə mənim düşüncələrimin formalaşmağa başladığı və müəyyən bir məqama gəlib çatdığı yer. Şəhərdə amorf bir kütlə var, kənd isə bizim ruhumuzu qoyub gəldiyimiz yerdir. Mən ötən dəfə bu barədə də yazmışdım ki, kənddə qapısı bağlı evlər görəndə kədərlənirəm. Bir millətin məhvinə kənddən başlayırlar. Məsələn, şəhərdə gəlirsən, pul qazanırsan, xəsis olursan o pulu burada xərcləməyə. Amma kənddə elə istəyirsən özünü göstərəsən. Bu, insanın özünü göstərmək instinktləri nəyə görədir? Çünki kənd bizim ruhumuzu qoyub gəldiyimiz yerdir. Əlbəttə ki, kənd. Yazıcı ya sosial şəbəkə fenomeni? İndi cəmiyyətin amansız reallıqları var. Mən ölkədə indi az-çox tanınıram. İnsanlar sevən də var, zəhləsi gedən də var. Məsələ burasındadır ki, məni yazıcı kimi yazdığım əsərlərə görə yox, daha çox sosial şəbəkələrdəki fəaliyyətimə görə, çıxışlarıma görə, yazdığım statuslara görə insanlar daha çox tanıyır. Əlbəttə ki, yazıcı kimi tanınmaq və insanların fikrində yazıcı kimi qalmaq daha fundamental bir fundamental olardı mənim üçün. Amma məsələ burasındadır ki, nəinki Azərbaycan cəmiyyəti, ümumiyyətlə hökumət də bütün ictimai-siyasi çevrələrdə indi sosial şəbəkə fenomeni ilə hesablaşırlar. Sən yazsan, istedadlı adamsan, intellektual adamsan, bunları maraqlandırmır. Yəni Azərbaycanda o qədər çox olmasa da Azərbaycanda məsələn maraqlı yazıçılar var. Onları nə cəmiyyət tanıyır, nə hökumət tanıyır, heç bir şey. Ona görə də mən yazıçını seçirəm, amma sosial şəbəkə fenomenliyi də təəssüf ki, amansız bir reallığın nəticəsi kimi ortadadır. Qadının gücü ya kişinin gücü? Qadının gücü, kişinin gücü, bilirsiniz, daha çox kişi gücü fiziki anlamda başa düşülür. Qadının gücü, məsələn, daha qüdrətli hesab edir. Məsələn, qadının bir məğlub bir təbəssümünün qarşısında bütün kişi gücü məğlubdur. Yəni, indi bəzən qadınlar olur, elə bir qadın olduğunu boynuna almaq istəmir, sanki bütün hərəkət və davranışlarıyla demək istəyir ki, mən də kişiyəm. Amma bu hesab edirəm ki, bu cür xanımlar qadınlığın gücünü başa düşməyən insanlardır. Qadının gücü, qüdrəti böyükdür. Qadın quran evi də, qadın yıxan evi də kişi bacara bilməz. Meyxana ya rep? Meyxana, rep, məni ümumiyyətlə ölkədə bir meyxana düşməni kimi tanıyırlar. Repi də bir dəfə tənqid eləmişdim, amma tənqid o reperlər, məşhur reperlər məni düzgün anlamamışdı. Ya nə isə hərəsi əlinə bir balta götürüb töküldülər üstümə. Amma mən meyxanadansa repi seçərəm. Çünki rep bütün hallarda etiraz musiqisidir. Yəni bir meyxanaçının qabağına gətirib bir 5-10 manat pul qoyub deyirlər ki, filan kəsi təriflə, o tərifləyir.
tərif deyir. Və yaxud biri o yaxınlarda informasiya çıxmışdı ki, biri gətirib meyxanaçılara pul verib ki, itimə meyxana deyir. Bunlar itinə meyxana deyir. Amma həqiqi reperlərə bunu eləmək mümkün deyil. Ona görə mən repi seçirəm. Bəs saz ya cahillik? Hə, bax, bu saz və cahillik. Bir dəfə də demişdim ki, saz yəni feodal bir alət, musiqi alətidir. Məsələn, tutaq ki, bir skripka çalan, skripkanı qoyar stolun üstünə, oturar səndən, nə bilim, qlobal istiləşməyə qarşı nəzəriyyələrdən danışar, dünyanın gəlişindən, gedişindən, intellektual söhbətlər eləyər. Amma bir saz çalan, bir aşıq, sazı qoyub yerə nə deyər? Kəmərin altın bəlkə də deyər, oradan şiş kabab. Başqa nə deyəcəksən? Hə? Buna görə yenə çox tənqidlərlə üzləşdim. Amma saz həqiqi sazdan gedirsə söhbət və həqiqi aşıqdan gedirsə, saz bizim xalq olaraq ruhumuzun ifadəçisidir. Nə ilə müqayisə elədin sazı? Yəni cahillik adlandırmırsan, saz ya cahillik? Biraz müqayisə şeydir də, yanlışdır. Ya illah da ki, ikisini də bir yerdə, yəni necə saz cahillik. Deyərdin saz məsələn başqa bir musiqi aləti ilə də. Saz sənə görə cahillikdir. Müsahibələrində çox vaxt cahillikdən danışsan, sazdan danışsan. Sazı bu gün aşıqlar var. Saza az qala cib tikələr. Cib. İstər efirlərdə, restoranlarda gəlir, yenə cibinə 5-10 manat qoyurlar, saz çalır, eləyir. Amma bu saz deyil, sazı bu hala salmaq olmaz. Mən hesab edirəm. Bu da yəqin ki, mənim saza hörmətimdən irəli gəlir də. Saz deyəndə, məsələn, mənim gözümün qabağına son dövründə, məsələn, Aşıq Ədalət gəlir. Amma indi təəssüf ki, bugün Azərbaycan cəmiyyəti üçün saz Aşıq Namiqlə assosiasiya olunur. Belə. Yazıçılar Birliyi ya saray yazıçıları? Hə. Yazıçılar Birliyi ya saray yazıçılarıdır da, elə Yazıçılar Birliyindəki. Siz bunlar lap Azərbaycanın, belə deyim də, sabah Azərbaycanda bir siyasi təkamül baş versin. Yaltaq yazıçılara, yaltaq şairlərə, məddahlara onların da ehtiyacı olacaq. Onları da yəni öldürməyəcəksən ki, indi yaltaqdır da, nə verəsin, neyəsin. Yaltaqlıq, saray yazıçılığı, bunların hamısının üzərində psixoloji bir qorxu var. Qorxu var. Məsələn, Yazıçılar Birliyinin axırıncı qurultayında sədr Anar qurultayından sonra bir müsahibə vermişdi. Buna demişdilər ki, niyə qurultayı açıq səs verməklə keçirmirsən? Deyir, niyə açıq səs verməklə keçirməliyəm? Deyir, o qarşınızda oturan yazıçılar məsələn utanar, qorxar, üz-üzdən utanar falan, məcbur qalıb əl qaldırar da sizə səs verər. Anar bəlkə də ömründə bir dəfə düz söz danışdı. Deyir, mənim üzümə sən yox deyə bilməyən adam özünə yazıçı deməsin. Yəni, Anar elə bir söz deyir ki, biz onunla razılaşmaq məcburiyyətində qalırıq. Bunlar təfəkkürcə, düşüncəcə, mühiti kölə. Məsələn, bir dənə nümunə çəkim. Qədim bir rəvayətlərdəndir. Deyir, bir tacir evdə qəfəsin ağzını açıq qoyur, çıxır gedir harasa. Bülbül qəfəsdə çıxım, yoxsa çıxmayım. Uçum gedim azadlığa, yoxsa getməyim. O qədər var-gəl eləyir bu iki fikir arasında. Çıxım qəfəsdən çıxmayım. O qədər düşünür. Axırda tacir gəlir evə, qəfəsin qapısını bağlayır və ömür boyu da o qəfəsin ağzını açıq qoymağı unutmur. Çünki bülbül azadlığın dadını bilmirdi. Qədim Romada ömürlük məhbusları neçə illərdən sonra həbsxananın qapısını açıblar ki, çıxın da azadlığa. Heç kim azadlığa çıxmaq istəmir. Çünki bunlar azadlıq nədir bilmirlər. Bax, Azərbaycan Yazıçılar Birliyinin məsələn, dediyi o saray yazıçıları dediyimiz adamlar ki var ha, onlar azadlığın dadını bilmirlər. Ona görə onlara azadlıq versən də götürməzlər.
Onlar azadlıq, yəni çünki çörəkləri, dolanışıqları mülkülükdən çıxır. Belə. Hədiyyə ev ya hər şeyin bir qarşılığı var? Bizə cəmiyyət məni, yəni bu düşüncə, zehniyyətimiz amansız reallıqlar qarşısında qoyur. Mənim atam şairdir. Atamın 65 yaşı var. Mən atam şeir yazmağa başlayanda mən heç anadan olmamışdım. İndi zaman ilə gətirdi ki, mən gəldim yazmağa başladım. Ölkədə yenə deyirəm, az çox tanındım. Və dövlət tərəfindən atama mənzil hədiyyə olundu. İndi mən burada, yəni düşüncəmiz, zehniyyətimiz məni belə bir intriqaya çəkir də. İndi mən nə etməliyəm? İndi bu evdə inansız, yəni indi atamla qalırsan, yəni üz-üzə kişi deyir ki, valla, yəni sən nə vaxtdan özünə belə yazıçı demisən, nə deyim? Mən səndən qabaq şair idim, yazırdım. Bura mənim ölkəmdir, mənim vətənimdir. Mənim hökumətə münasibətim aydındır. Bunlar mənə ev hədiyyə. Sən buna görə mənə durub dalaşmalıyıq, döyməlisən məni və nə etməlisən? Mən bu amansız reallığı, ona görə də cəmiyyət ən birinci atalar və oğullar məsələsində probleminə gedir. Bunlar ayırmağı bacarmalıdır ki, bu atasıdır, bu mövqeyə aid. Mənim Azərbaycanda bir söz var, deyir ən böyük bicilik düzlükdür. Mən yəni o qədər axmaq adam deyiləm ki, lap belə vicdanı, dürüstlüyü, nə bilim nə belə bir anlayışlar var, nisbi anlayışlar. Filan kəs vicdanlıdır, filan kəs. Mən ağılla necə? Mən o qədər axmaq adam deyiləm ki, məsələn Azərbaycan hökumətini, məsələn tutaq ki, gedim deyəm ki, mən ev verin, eş verin, təminatlı bir həyat verin. Bunu da gələn bu cəmiyyətdən gizləyəm. Yəni verilməyinin özü də, verilməyin özünə. Məsələn mən pis baxmıram. Ramiz Övşənə ev verilib. Verməyəndə hökumətə qınayırıq ki, şairləri niyə evsiz, eşsiz olan hökumət nə bilim nə. Verəndə də qınayırıq ki, şairləri ev eşik verib şey. Bax məsələn jurnalistlərin binasında jurnalistlərə ev verilir, da düzdür. Bax jurnalistlərin binasına onlara ev verilməsə, biz götürüb yazacağıq ki, bir ölkənin ki jurnalisti evsiz, eşiksiz qalar. Bu nə hökumət? Verib. İndi də deyirik ki, bir jurnalistə hökumət ev verməlidir. Nə bilim nə etməlidir? Biz bəzən adamlar danışmağa söz gəzirlər də. Yəni nə olur olsun, Lütfuzadənin bir sözü var, deyir kim əlinə çəkic götürübsə mütləq hər şeyi mismar görəcək. Yəni sənin məqsədin elə hər şeyi qınamaqdırsa, onsuz da hər şey tapasan. Ölkədə yəni problemdən çox. Atama ev veriblər, verən də sağ olsun, alan da sağ olsun. Geçsin yaşasın. Kişinin 65 yaşı var, bu günə kimi əziyyət çəkib. Yəni bizi nisyə böyüdüb bizi. Nə bilim sağ ol. Zülmlə bir həyat yaşayıb. İndi bir dənə ev veriblər, geçsin nə qədər ömrü qalıb, geçsin rahat yaşasın da. Xeyirli ömrü. Sağ ol. Paytaxt sakini və cavanlıq səhvi. Cavanlıq səhvi. Çünki paytaxt sakini o vaxt mən Bakı Dövlət Universitetində bitirmişəm də. Yəni dekan gəldi, girdi içəri. Belə Naxçıvanlı da bir dekan. Uşaqlardan kim var burada? Nə edirsən? ASV-dən çağırıblar. Şeydir. Burada hökumət tərifləməlidir. Nə etməlidir? Birdən 3-4 dənə qızı çıxartdı, dedi ki, gedin. Daldı tezliyinə dekan qapını açdı, dedi ki, oğlan yoxdur. Filologiya fakültəsində oğlan az olur axı. Baxdılar ki, elə əyninə kostyum geyinən mənəm, qayda belə. Gəl. Gətirdilər bu akademiyanın qabağında parkda nə danışım? Mən denən ki, hökumət yaxşıdır, müxalifət pisdir, nədir. Mən də dedim. Sonra mənim tanınandan eləyəndən sonra o videonu çıxartdılar ki, bu paytaxt sakini olsa. Onu götürüb özüm paylaşıb yaydım ki, başa düşmürəm. Yəni insan keçmişindən necə imtina edir və bu situasiyada olub bu sözü demiş. Belə. Cavanlıq səhvi. Sən bir cavan qız idin, ya çöl romanı? Əlbəttə çöl romanı. İndi sən bir cavan qız idin. Mənim o Elgizin verişində dediyim şeir nə bilim ictimai bir şey yaratdı. Söydülər, neynədilər. Güya ki, belə Azərbaycan efirləri belə çox milli mənəvi dəyərlərə sadiq verişlər gedir. Cəmaət də danışmağa mövzu axtaran cəmaət. Dedim,
Sonra da ki, sözümü yarımçıq kəsdilər. Mən də durdum, dedim ki, bu verilişə gəldiyimə görə bütün məni tanıyanlardan üzr istəyirəm. Çıxdım verilişdən. So, elə onunla da şey elədi. Elə o gördüm, nə milyonlarla baxışlar, aləm qatdı, qarışıq bir-birinə. Çox elə bilir, qəsdən eləmişəm, neynəmişəm. Ya, mən populyarlaşmaq istəyirəm. Qardaş, populyarlaşmaq, bir dənə şey deyim. Bax, o bir Türkiyədə zəlzələ oldu. Ya Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Bu Türkiyədə zəlzələ olanda Azərbaycan xalqı Türkiyəyə məsələn yardım üçün yorğan, döşək, nə yox. Bir dənə bir oğlan var idi, adı Sərvər idi deyəsən. Maşının üstünə Türkiyə bayrağını asmışdı. Türkiyəyə yardım elə. O necə belə ictimai bir rezonansda oldu, müsbət qarşılandı, nə bilim o Türkiyədə də Azərbaycan. Bax, niyə elə oldu? Çünki o içdən gəlirdi, səmimi idi. Ondan sonra nə qədər adam hoqqa çıxartdı, hərə maşının üstə bir Türkiyə bayrağı ki, bunlar da nəsə şey eləyəcək. Alınmadı. Niyə? Çünki süni idi. Mən o verilişdə o şeiri deməyim, amma oradan bu verilişə gəldiyimə görə mən tanıyanlardan üzr istəyirəm. Yəni mən bütün bunların hamısı təbii və səmimi yaşamışam. Cəmiyyətdə o qədər adamlar var ki, ömür boyu cəmiyyətə təqdim elədikləri obrazla, həqiqi obrazları arasında o qədər böyük uçurumları var ki, bunlar daim ifşa olunmaq qorxusu ilə yaşayırlar. Təsəvvür edirsən, yəni bu çox ağır bir həyatdır. Mənim elə bir səhvim olanda səmimi deyim ki, bu elədim, nə bilim. Yaxud həyat mənə necə təsir eləyir, elə yaşayan adamam da. İndi orada o şeir dedim, durdum. Çıxdım, aləm qarışdı bir-birinə, cəmaət söydü. Sonra Hüseyn Balanın o videosu, məşhur videosu çıxanda təzədən mənim o deyir, ay Kəramət o vaxt düz deyirmiş də, belə. Bilmirsən ki, yəni nədir, kim nədir. Hamı danışmaq istəyir də. Cəmiyyət, siyasi azadlıqlar yoxdur. Veriblər belə cəmaata icazə ki, belə boş-boş söhbətlərdən danışa bilərsiniz. Bunlar da danışırlar. Siyasi demişkən, sistem müxalifəti ya buna da şükür. Bizim sistem müxalifəti ya buna da şükür. Yəni bir şey ki, sistemin öz müxalifətidir. Yəni buna necə şükür edə bilərəm? Demək alladırsan da mən. Demək alladırsan. Buna necə şükür edə bilərəm? Azərbaycanda ən böyük problemlərdən biri budur ki, bugünə kimi yanlış yönləndirilmiş bir toplum var. Onların zehniyyətində müxalifət kimdir? Bəlli eləyiblər. Onların zehniyyətində, nə bilim, avtobus müxalifəti kimdir? Bəlli eləyiblər. Belə, bunlar mənim də xidmətlərim olub, amma mən özüm də aldanmışam da. İndi sən təsəvvür elə bir adam, Elgünlə durmuşam, yoldaşlıq eləmişik. Sənlə bir şəkil paylaşıram, deyirəm, ay cəmaət, Elgün gözəl oğlandır, dostum, nədir, belə filan. Sabah məlum olur ki, bu Elgün, yəni mənim qəbul elədiyim kimi bir adam deyilmiş də. İndi təzədən mən cəmaatın gözünə, içinə baxıb desəm ki, bu Elgün beləymiş. Deyəcəklər ki, Kəramətə sifariş veriblər ki, Elgün haqqında belə desin. Deməyəndə də, ya məcburam ki, mən elə sənin özünün, üzr istəyirəm, sənin nümunə gətirəyim. Saxtakar olduğunu bilə-bilə düşəm sənin dalınca gedəm. Ya da ki, susam, tamam, yəni sən bir söz deyəm ki, böyle tamam ayrı şeylərdən də. Bizi alladıblar, bizi yanlış yönləndiriblər. Mən sistemin tam səmimi deyirəm. Azərbaycanda siyasi sistemin mahiyyətini çözəndən sonra, özüm üçün aydınlaşdırandan sonra başa düşdüm ki, bugün bizim ictimaiyyətə deyə biləcəyimiz əsl həqiqətin və əsl sözlərin qarşısında hələ bu hökumət yoxdur. Çünki yanlış yönləndirilmiş kütlə var. Sən hələ yanlış yönləndirilmiş kütləyə bu şeyləri başa salandan sonra qarşında hökumət var. O zaman kimdir günahkar? İqtidar, müxalifət ya xalq? Günahkar özümüzük. Xalq. Yox, xalqı mən günahkar demirəm, özümüzük. Özümüzük. Çünki biz hamını ittiham eləyirik, hamıdan nöqsan tuturuq, hamını qamçılayırıq biz özümüzdən başqa. Məsələn, Finlandiyadan bir professor gəlmişdi. Mən ona dedim ki, Finlandiya uzun müddət Rusiyanın təsir dairəsində olan bir ölkə olub. Siz o necə xilas oldunuz? O mənə danışmağa başlayanda birinci cümləsi nə oldu? Dedi ki, hər şey fərdi məsuliyyətdən başlayır. Yəni, sən bir ölkə düzəldə bilmirsənsə, bir, nə bilim, cəmiyyət düzəldə bilmirsənsə,
Sən bir dənə düzəldə biləcəyin gücün çata özün var. Özünü düzəldə bilərsən, düzdür? Dürüst olmaq. Və bu dürüstlük nədən başlayır? Adi məişət söhbətlərində dürüst ola bilməyən adamlar, dürüst ola bilməyən adamlar, məsələn, ictimaiyyət qarşısında dürüst olmağını tam sən deyim, mən şübhə ilə yanaşıram da. Məsələn, mən düşünürəm ki, Azərbaycanda 50 manata, 100 manata hörmət, şirinlik deyən bir zehniyyətin üzərində milyardlı korrupsiya layihələri həyata keçirilir. Məsələn, mən niyə 50 manata şirinlik deməliyəm? Demirəm. Mən 100 manata niyə hörmət deyirəm? Demirəm. Ona mən rüşvət kimi baxmalıyam. Övladımı bu cür tərbiyə eləməliyəm və o zehniyyətin üzərində korrupsioner bir hakimiyyət, korrupsioner bir siyasi sistem qurmaq mümkün deyil. Və ya xəstəxana növbəsində, həkimin növbəsinə gedib növbəyə duranda sən kiməsə 50 manat, 20 manat pul verib başqasının növbəsinə keçirsənsə, sən səbrin çatıb öz növbəni gözləyə bilmirsənsə, bax bu zehniyyətin üzərində əlbəttə sənin haqlarını, hüquqlarını tapdalayacaqlar, malını yeyəcəklər, səni kölə kimi idarə edəcəklər. Bax, yüzlərlə nöqsan deyərəm. Bax, məsələn, birini də deyim. Bir dostumuz bizə zəng eləyir, deyir səni toya dəvət edirəm. Ay qardaş, Allah xoşbəxt eləsin, əy Allah, nə gözəl, təşəkkür edirəm dəvətinə. Telefonu söndürürük, qayıdıb başlayırıq o dəvət eləyənə ağzımıza gələn, deyirik ki, bu toy yeridir, nə bilim nədir, gedir orada burada lağlağaya qoyuruq ki, yenə çağır. Bax, uşaq da baxır övladımız. Görür ki, qardaş, atam burada deyirdi ki, bu toya çağıran ağzına gələn deyirdi. Səhər geyindi, kezindi, maşına mindi, getdi toyda yedi, içdi, oynadı. Hələ sağlıq dedi, nə bilim, bəyə gəlin oğul uşaq arzuladı. Allah ömür versin, onun da toyuna gələk. Dedi, axşam maşına mindi, mən də uşaq da yanımda. Yenə təzələnə bu toya ağzına gələni dedi. Uşaq görür ki, biz həqiqət, bütün yəni həqiqət bizim dilimizdədir. Bütün işlərimiz yalanla gedir. Bax, bu zehniyyətin üzərində necə bir hakimiyyət mövcud ola bilər? Ona görə də zehniyyətimizi dəyişməliyik. Fərdi məsuliyyət bax budur. Özümüzü düzəltməliyik. Bəs siyasətə qarışmaq ya siyasətdən uzaq durmaq? Bax, mənim xalamın əri sadə bir Azərbaycan xalqının sadə nümayəndəsi. O sualı verəcəydim elə. Xalamın əri ya xalq? Xalamın əri mənə bir dəfə demişdi ki, 15 il bundan qabaq dedi ki, valla siyasətə qarışma. Sadə bir adam deyil, heç nə. Bir bala siyasətə qarışma, mənə dedi. Dedim ki, sən qorxaqsan, sən ona görə deyirsən siyasətə qarışma, belə filan. Amma özüm 15 il bu ictimai siyasi proseslərin içində olandan sonra gəldim, necə iyrəndimsə, özüm o düşüncəyə gəldim ki, siyasətə qarışmaq lazım deyil. Çünki xalamın, bax, mən siyasətə qarışmaq lazım deyil deyəndə bilib deyirəm, amma o bilməyib deyir. Nadanlıqla, tupoyluqla intellektin, təcrübə yeganə birləşdiyi yerdir bəlkə də Azərbaycanda. Azərbaycanda çünki Azərbaycanın siyasət gündəmini elə adamlar müəyyənləşdirib. Elə adamlar bu siyasət gündəmində mövcud olur ki, Azərbaycan xalqını siyasətdən iyrəndiriblər. Məsələn, tutaq ki, bir qəhrəman obrazı çıxardırlar, qoy bunu cəmaət sevsin, halaldır, eşq olsun, nə deyir, nə bilim nə, adamı tuturlar, döyürlər, nə bilim nə, bir rol veriblər də. Səhərsi gün adamı güya satın aldılar, sındırdılar, rolunu dəyişdilər, keçirdilər hökumətlərə. Bax, bunu görən xalq bundan sonra kiməsə inanar? Yox. İyrənər də. Xalqı belə siyasətdən iyrəndiriblər, xalqı belə siyasətdən uzaqlaşdırıblar. Bunun hamısı düşünülmüş şeylərdir. Ona görə də mənim özüm iyrənirəm bu siyasətdən artıq. Azərbaycandakı mövcud olan bu ictimai siyasi proseslərdən. Çünki burada ictimai siyasi proses deyilən bir şey yoxdur. Kəşfiyyat və əks kəşfiyyat var. Bundan mən iyrənirəmsə, bu sadə bir adam, yəni Azərbaycan heç nə başa düşməyən, məişət qayğılarıyla yaşayan adam niyə iyrənməsin? Bəs kəramət azaddır? Azadlıqdan böyük məsuliyyət yoxdur. Biz elə bilirik ki, azadlıq elə, azadlığı versinlər. Birinci, azadlığın nə demək olduğunu və bunun nə boyda bir məsuliyyət olduğunu başa düşmək lazımdır. Mən bir dəfə bu barədə yazmışdım da ki,
Azərbaycanda eyni ailənin üzvləri bir-birinə azadlıq vermir. Məsələn, arvad ərinə azadlıq vermir, ər arvada azadlıq vermir, qardaş bacıya azadlıq vermir, bacı qardaşa azadlıq vermir. Bir evin altında bir-birlərinin azadlığını məhdudlaşdıran, boğan bir zehniyyət gedib hökumətdən azadlıq istəyir. Yaxşı, sən niyə öz həyat yoldaşına azadlıq vermirsən? Sən fikirləşirsən ki, bu gedib elə hərəkətlər elər, mən bunu öldürərəm, baş verər, ailə dağılar. Yaxşı, sən belə düşünürsən də, sənin zehniyyətin üzərində bir siyasi sistem qurulub. Sistem də elə düşünür də. Deyir ki, sən birinci get azadlığın nə demək olduğunu öyrən, o azadlığa sən nail olacaqsan. Yəni bilmədiyin şeyə, mənasını bilmədiyin, dərk eləmədiyin arzuya sən heç vaxt çata bilməyəcəksən. Əlbəttə ki, mən azadam, amma azadlıq o demək deyil ki, elə qabağıma kim çıxdı, hamısını baltalayım, qamçılayım. Kəramət Böyükçöl nə istəyir? Nə istədiyini Kəramət Böyükçöl ədəbiyyatdan başqa heç bir iddiası yoxdur. Kəramət nə istədiyini bilməməyin özü insanda bir yaradıcılıq stimulu verir. Yəni axtarışlar. Sən bilsən ki, nə istəyirsən, yəni mənə elə gəlir ki, yaza bilməzsən, yaradıcılıqla məşğul ola bilməzsən. Bizim elə həyatımız, fəaliyyətimiz ən böyük nə istədiyimizi bilmək üçün, yəni arzular bitirmi, tükənirmi? Bir arzuya çatırsan mütləq başqa bir arzu ürəyində düzəlməyə başlayır. Mən xalqımla bağlı, cəmiyyətimlə bağlı, ölkəmlə bağlı, Azərbaycanı həmişə bütöv görmək istəmişəm, bu gün də istəyirəm. Xalqımı həmişə ayıq, sayıq, savadlı, maariflənmiş görmək istəmişəm, bu gün də istəyirəm. Özümlə bağlı istəklərim, bax, bura Elmlər Akademiyasının Həndəbəridir, parkdır. Burada gəzirəm, tam səmidim, rahatam, bax, bu yerdə rahatam, bu yerdə. Mənim maddi arzularım yoxdur. Yəni, maddiyyat nədir, neynəyəcəksən, baxın. Tutaq ki, gözümü bir dəfə yumdum, qarşımda milyardlarla pul təsəvvür elədim və əlimi də vurdum güya. Özümü inandırdım ki, bunun hamısı mənimdir. Sonra özümə sual verdim ki, Kəramət, xoşbəxtsən? Dedim, yox. Ondan sonra adamın maddiyyat arzusu olar. Mən bir dənə yaxşı yazı yazanda, əsər, kitab yazanda özümü bir xoşbəxt hiss eləyirəm, hesab eləyirəm. Bax, o xoşbəxtliyi, yəni istədiyim yaxşı əsərlər yazmaqdır. Başqa elə bir istəyim yoxdur. Kəramət nəyi düz eləmir? Kəramət əgər nəyisə qəsdən eləsə, hiyləgərlikdən eləsə, tülkülükdən eləsə, məkirdən eləsə, onları düz eləmir. Sən qoy səhvlərində öz səhvlərin olsun. Yəni, həyat sənə necə təsir edir, elə də yaşayırsan. Kəramətin azadlığını ancaq qanunlar məhdudlaşdıra bilər, hüquq məhdudlaşdıra bilər. Mental kodlar, mental dəyərlər, bunların heç biri mənim azadlığımı məhdudlaşdıra bilməz. Nəyi düz eləmirəm, nə bilim, konkret ağlımda elə bir şey yoxdur ki, bunu düz eləmirəm. Yaşayıram da, kimisə gedib nəyə mane oluram? Mən bilsəm ki, bugün Azərbaycanda nəyə doğrudan da, yəni Azərbaycan xalqının məsələn, mənafeyinə və yaxud da Azərbaycan dövlətinin mənafeyinə zidd hərəkətlər var, davranışlar var, mane oluram, düz eləmirəm, özüm ortalıqdan yoxa çıxaram. Yəni, hətta zehniyyətimin, məsələn, fikirləşim, mən bu zehniyyətim təhlükəli zehniyyətdir, özüm ortalıq. Hesab edirəm ki, özümdə aydın, Azərbaycanla bağlı aydın bir düşüncə formalaşdırmışam və yaşayıram, yəni yenə deyirəm. Kəramət indi ağlıma gəldi, onu düz eləmir ki. O gedib, öz intellektini inkişaf elətdirib, öz istedadını cilalamaqdansa, dil öyrənməkdənsə, ədəbiyyatla daha ciddi məşğul olmaqdansa, boş-boş işlərlə məşğuldur sosial şəbəkələrdə. Nə bilim, götürüb belə yazır, eləyir. Yazılardan da ki, müstəqil bir erkək. Sağ olun, təşəkkür. Bu Kəramət bunu düz eləmir. Kəramət bax bu ölkədə özündən başqa heç kimə qarşı ədalətsizlik eləyirəm. Mən hesab edirəm ki, özümə qarşı çox ədalətsizlik eləyirəm. Öz üzərimə düşən missiyanı, yəni o yaradıcılıq missiyasını, yazıçı kimi yerinə yetirməyə özümdə, yəni tam güc tapa bilməmişəm hələ. Kəramət nə oxuyur? Kimi oxuyur?
Mən əvvəlki kimi indi özümü qınadım o mütaliə eləmək məsələsində. Əvvəlki bir müddət belə ardıcıl oxuyurdum, filmlərə baxırdım, eləyirdim. Son vaxtlar açıq deyim, arzuladığım səviyyədə mütaliə ilə məşğul ola bilmirəm də. Məsələn, ötən gün elə dostlardan birinin Səddam Hüseyn haqqında bir kitabı var idi. Onu gördüm, dedim maraqlı gəldi, dedim ver oxuyum. O kitabı oxudum. Ondan sonra məsələn Kelman var, müasir Alman yazıçıdır. Onun əsərini oxudum. Sonra o da yəni ən çox ona görə ki, mənim üçün maraqlıdır ki, bir gün Alman yazıçısı nə düşünür ki, mən onu düşünə bilmirəm. Bu niyyətlə oxudum da mən durum əsər oxuyum, vaxtım geçsin. O niyyətlə oxumuram ki, nəsə öyrənmək üçün, maraqlanmaq üçün. İndi yəqin saysam bir son vaxtlar oxuduğum bir xeyli kitab var, amma yenə də arzuladığım mütaliəni eləyə bilmirəm. Əsəblərim imkan vermir. Mənə hərdən deyirlər ki, işin gücün elə cəmaatı güldürməkdir, belə filan. Deyirəm, cəmaatı güldürmək deyil mənim işim gücüm. Valla, sizin güldüyünüz şeyləri mən elə bir kədərli bir vəziyyətdə yazıram ki, özümüz gülməli vəziyyətdəyik. Yəni, zaman, situasiya bizi gülməli vəziyyətə qoydu da. İndi Ermənistanla Azərbaycan arasında məsələn münasibətdə 44 günlük müharibə elədik, qalib gəldik. Yəni ömrümüz, günümüz, işimiz, gücümüz elə bu ermənilərə qalib gəlməklə keçməlidir. Yəni məsələ bir şey olmalıdır. Sülhün tərəfdarı, ümumiyyətlə sülh prosesini sürətləndirmək lazım. Cəmiyyət olaraq başa düşməliyik ki, qardaş, biz insan kimi yaşamaq istəyirik də 5 günlük dünyada. Bir adam kimi bir gün görmək istəyirik. Nə bilim, gətirmirsən bu ideologiyaları, düşüncələri zehniyyətimizə yerdirsən. Əlimizə bir bayraq verirsən ki, qaç indi orada qışqır. Sonra bir bayraq verirsən, qaç burada qışqır. Bundan ötürü gəlmişik biz bu dünyaya. Ona görə də yəni tamamilə mənim ümumiyyətlə düşüncəm, zehniyyətim bəşəri dəyərlərə istinad eləmək, insan hüquq və azadlıqlarına istinad eləmək, mədəniyyətə istinad eləmək. Məsələn, təzə bir əsər yazıram. Orada bir yer var, heyvanlar aləmindən bəhs edir. Orada əsərin axırında bir siçan çıxır hündür bir qayanın üstünə. Deyir, son bütün yoldaşlarına, deyir, yoldaşlar, siçanlara deyir də. Dünən mənim başıma bir hadisə gəldi. Bəs qayanın üstündə durduğum yerdə bir dənə qarğa gəldi, məni aldı dimdiyinə, apardı, qoydu yuvasına. Deyir, mən baxdım ki, yeməyə gətirib də, mən balaları yesin. Deyir, mən qorxumdan başladım ciyilləməyə. Qarğanın balaları elə bildi ki, mən mahnı oxuyuram, nəğmə deyirəm. Bunlar başladılar sevinib oynamağa. Deyir, oynayanda qarğanın anası baxdı, gördü balaları mənim o ciyiltimdən xoşbəxt olub oynayırlar. Mən yemədilər. Qarğa dimdiyində gətirdi, elə hardan götürmüşdü, qoydu qayanın üstünə. Qadı bunu danışandan sonra son yoldaşlarına deyir ki, kim deyər, indi məni kim xilas elədi, nə xilas elədi? Hamısı deyir ki, qarğa. Deyir, yox, qarğa yox, məni nəğmə xilas elədi. Yəni, bizi mədəniyyət xilas eləyəcək. Mədəniyyətdən uzaq düşmüş toplum, mədəniyyətdən uzaq düşmüş idarəçilik, siyasi sistem, məhvə məhkumdur. Dünyada həmişə mədəniyyətlər qalib gəlir. Kimin mədəniyyəti böyükdürsə o qalib gəlir. Sən mədəniyyətin üstə silahla, topla, tankla, təyyarə ilə mədəniyyətin üstünə gedə bilərsən. Sən birinci mədəniyyətini yaratmalısan. Öz mədəniyyətini inkişaf elətdirməlisən. Gəldik, çıxdıq lap sona. Ən əsas sualımıza. Dəli şeytan. Kəramət böyükçülə nə deyir? Dəli şeytan deyir ki, Tural Abbasını da götür, çıx get bu ölkədən. Yaşamaq çox çətindir burada. Kəramət, təşəkkür edirəm sənə. Sağ ol, çox sağ ol. Var olasan. Minnətdaram. Kəramət, salam. Salam, salam. Kəramət, Elçi bəy haqqında kitab yazmısan. Bəli. Maraqlıdır, niyə məhz Elçi bəy Rəsulzadə deyil, Ayaz Mütəllibov deyil, Heydər Əliyev deyil, İlham Əliyev deyil, məhz Elçi bəy haqqında? Ümumiyyətlə, Elçi bəy faciəsi olan bir insandır. Və ziddiyyətlərlə Azərbaycan insanının gözündə ziddiyyətli bir insandır və mən də o kitabda Elçi bəy haqqında o Azərbaycan xalqının düşüncəsindəki o suallara cavab verməyə çalışmışam. Orada Elçi bəy
obraz kimi mərkəzə qoyulub. Elçibəyə sual vermişəm, sanki başqa bir dünyada olan adamla danışıram. Cavabları da özüm vermişəm. Elçibəydə həm də biraz elə bir özümün ruh halımı görürəm. Biraz bəş danışarsan. Elçibəydə özümün elə bir ruh halımı görürəm. Həm də mən 2018-ci ildə Elçibəy haqqında bir status yazmışdım. Orada o statusda özümü düzgün ifadə eləyə bilməmişdim. Adamlar elə başa düşmüşdü ki, mən Elçibəyə əleyhinə nəsə yazmışam. Ondan sonra cəmiyyətdə məni Elçibəyin belə ələkdarı kimi tanıyan adamlar var idi. Onların içində səmimisi də var idi ki, doğrudan elə biləcək ki, mən Elçibəy ələkdarıyam. Amma elə məni Elçibəy ələkdarı kimi təqdim eləmək istəyənlər də var idi. Bütün hallarda Elçibəy indi qardaş bir JEK müdürü vəzifəsindən imtina eləyə bilməyən adamlar Elçibəy haqqında ağzını Allah yoluna qoyub hər şeyi danışırlar. Adam o boyda hakimiyyətindən imtina eləyir. Hamı hansısa yollarla nəsə əldə eləyə bilər, müxtəlif yollarla. Amma insan öz imtinaları ilə qiymətlidir, imtinaları ilə dəyərlidir. Sən görüm nədən imtina eləyə bilirsən, nədən gücün. Adam hakimiyyətindən imtina eləyir. İndi bunun Azərbaycan üçün problemləri nə olub? Məsəl üçün, o hakimiyyətdən imtina elədi, Heydər Əliyev gəldi hakimiyyətə, sonra onun oğlu gəldi. Elçibəy hakimiyyəti verməsəydi, Azərbaycan bugün fərqli olacaq. İndi bir anlıq təsəvvür elə, bizdə Azərbaycan insanının Lütfuzadənin bir sözü var, deyir, kim əlinə çəkic götürürsə mütləq hər şeyi mismar görəcək. Azərbaycanda hər şeyi söz eləmir, bunlar söz xətrinə elə nəsə mövzu olsun danışım da. Laf Elçibəy hakimiyyətdən getməsəydi, Azərbaycanda vətəndaş müharibəsi baş versəydi, orada bir 5-10 Azərbaycan xalqının balası ölsəydi, indi də ömür boyu deyəcəkdilər ki, Elçibəy öz hakimiyyətindən ötürü Azərbaycan xalqının balaların bir-birinə qırdırdı. Verdi güllərin ağzını. Yəni, neynəsən də sən nəsə deyəcəklər də. Güya ki, Elçibəy hakimiyyətdən getməmişdən qabaq Azərbaycan xalqını çağırdı ki, gəlin. Kim gəldi? Heç kim gəlmədi. Yəni, kimi dəstəkləyir? Yəni, onu Azərbaycan insanı, belə deyək də, Elçibəyə qədər heç bir prezidenti, heç bir rəhbəri özü seçməmişdi deyil. Özü səs verdiyi adamın da şübhə ilə yanaşırdı ki, bu doğrudan mənim seçkimin nəticəsidir. Yenə bunun da hansısa bir oyunun nəticəsi olduğunu qənaətindeyim. Bütün hallarda Elçibəy bugün öz səhvləri ilə də, düzləri ilə də Elçibəy bizə ideya kimi lazımdır. İdeya kimi. Elçibəy bugün dünyada yoxdur. Sən onun əleyhinə danışsan da, onun lehinə danışsan da, o həyatda yoxdur. Onu heç bunu hiss eləmir, fərqi, nə bilim, nə danışsan. Amma sən Elçibəyə bugün, sən Elçibəyə yox, Elçibəy sənə lazımdır, ideya kimi. Sabah Azərbaycanda bütövlük məsələsi gündəmə gələndə, Prezident İlham Əliyevin bir neçə dəfə çıxışlarında Elçibəyi tənqid eləməsinə baxmayaraq, İlham Əliyevin özü də Elçibəyə istinad eləyəcək. Çünki sənə bir kök lazımdır axı. Elçibəy güney ilə quzey arasında körpü adıdır. Yəni, Azərbaycan rəhbəri kim olsa, Elçibəyə istinad eləyəcək bütövlük məsələsi. Buna görə demokratiya məsələsində, insan hüquqları, insan azadlıqları məsələsində Elçibəyə daim bizə istinad olunacaq. Azərbaycan xalqının heç bir malına, heç bir puluna, onun neftinə göz dikməyən bir prezidentimiz olur da bizim. Təsəvvür elə. Yəni, bunu insanlar necə unuda bilər? İndi sən onu səhv kimi gördüyün məsələlər, bu məsələlərə zaman, tarix qiymət verəcək. Belə. Yaxşı, Kəram, vətənpərvərlik nə deyil sənə görə? Vətənpərvərlik qışqırmaq deyil,
hayküy salmaq deyil. Vətənpərvərlik mən vətəni sevirəm sözü deyil. Vətənpərvərlik pafos deyil. Azərbaycan insanının gözünə vətənpərvərlik deyəndə belə top, güllə, tank səsi gəlir. Belə bir dağlıq yerdə təsəvvür eləyir özün. Ya bu döyüşür. Baba elə vətənpərvər deyən kimi gözün qabağına belə müharibə gəlir. Nə bilim, daş, qaya, ölüm gəlir, şəhidlik gəlir. Vətənpərvərlik hər bir insanın öz peşəsi qarşısında məsuliyyətdir. Yazıçı öz yazıçı kimi öz peşəsinin qarşısında məsuliyyətidir. Bank işçisi kimi öz peşəsinin qarşısında məsuliyyətidir. Hərənin öz işi ilə məşğul olmağı vətənpərvərlikdir. Yəni indi Azərbaycanda heç bir işlə məşğul ola bilməyən adamları gedir vətənpərvərliklə məşğul olur. Ki, mən vətənpərvərəm. Buna görə də bizdə ümumiyyətlə dilimizdə çoxlu anlayışlar var ki, o anlayışlar anlayış kimi bizim dilimizdədir, amma içi boşdur, bilmirik mənası nədir. Məsələn, adamları vicdansızlıqda ittiham edirik. Filankət çox vicdansız adamdır. Qəfil soruşsan vicdan nədir? Doğrudan özü qalacaq, doğrudan nədir vicdan? Yəni, qaydacaq ki, necə yəni? İndi vətənpərvərlik, filankəs vətənpərvər oğlandır. Nədir vətənpərvərlik? Soruşsan, duruxacaq. Əxlaq. Adam əxlaqlı olar. Soruşsan, nədir əxlaq? Duruxacaq belə. Doğrudan nədir əxlaq? Bunların hamısı nisbə anlayışlardır. Nisbə anlayışlar. Dünyada bir dənə dəyər var mənim üçün. İnsan xoşbəxtliyi. Və bu dəyərin mühafizəsi var, mühafizə edir. İnsan hüquqları. İnsan dünyaya gəlib, bu dünyada müvəqqətidir. 60 il, 70 il, yuvarlaq götürəndə 65 il ömrümüz var da. İnsan bu ömrü xoşbəxt yaşamalıdır. Xoşbəxt olmalıdır. Sən xoşbəxtlik o zaman mümkün olmur ki, insan həyatı tamamilə gözəl bir yer kimi təsəvvür eləyir. Onda sən xoşbəxt olmağı mümkün deyil. Amma həyatın məşəqqətlərlə dolu bir yer olduğunu dərk eləyəndən sonra oradakı ani xoşbəxtlikləri öz uğurun, nailiyyətin hesab eləyirsən və xoşbəxt olursan. Sən təsəvvür elə, bu dünyada trilyonlarla insan var ki, bu dünyaya gəlmək istəyir, amma gələ bilməyib. Kanalizasiya turbalarının içindədir. Amma bu şans sənə verilib, sən bu dünyaya gəlmisən. Ona görə də xoşbəxt olmalısan. Təsvir olsun ki, Azərbaycan cəmiyyəti, Azərbaycan bugün insan xoşbəxt olacağı bir yer deyil. Gözəldir, vətəndir. Vətən də bilsən nədir? Elə bir qadın olur, sevmirsən, amma ayrıla da bilmirsən. Sevmirsən, amma ayrıla da bilmirsən. Azərbaycanı bugün bizim üçün o sevməyib, ayrıla da bilməyəcəyimiz bir əraziyə çeviriblər. Təsəvvür edirəm, mən baxıram, təbii ki, bu vətəni bugünə qoyanlar qoyub da. Qoyanlar qoyub. Sən yaşamalı bir halda gətirməyiblər ki, sən durub belə danışırsan, deyirsən. Belə. Xoşbəxtlik demişkən, Nura Suri deyir ki, kəramət üçün ölürəm. Bəs kəramət kim üçün ölür? Nura xanımın o kəramət üçün ölürəm dediyi videonu da paylaşıb yazmışdım ki, ərə gedəndə başqasına ərə gedirlər, öləndə də məndən ötürü ölürlər. Mənim bilsən, kimdənsə ötürü ölən vaxtım deyil artıq. Niyə heç kimdən ötürü ölmürəm? Mənim, belə deyim, insan ömrünün mərhələləri olur da. Uşaqlıq, gənclik, qocalıq. Sən o ömrün mərhələlərini, o ömrün
dövrünün o sənə diktə elədiyi hissləri təbii şəkildə yaşayanda sənin müdrikliyində belə düşünülmüş bir müdriklik olur. Təbii şəkildə yaranmış bir müdrik. Mən ömrümün uşaqlıq illərini də, gəncliyini də, bütün o emosional çılğınlıqları, məktəb davalarını da, universitet davalarını da, sevgisini də, hamısını təbii şəkildə yaşamışam. Ağlamışam, gecələr sevib bir qızdan ötürə, darıxmışam. Nə bilim, bütün bu duyğuları canımda yaşayıb qurtarmışam. İndi belə bir deyim də, yazıcı qadından doymayan bir yazıcı qadın haqqında ciddi nəsə yaza biləcəyinə inanmıram. Qadın gedib bir qadına vurulub, gəlib bir emosional vəziyyətdə, emosional mətnlər yaza bilərsən, o da hisslər canından çıxır. Qadın həsrəti ilə yaşayan yazıcı olar. Yəni, təsəvvürümün dərdi nədir? Qadın. Da get. İndi hər halda həyatımızda olub, bütün bu şeyləri yaşamışıq və gəlib bir düşüncə olaraq bir məqama çatmışıq. Qadın bir yazıcı üçün indi ancaq mövzu ola bilər. Yaxşı mövzu və ümumiyyətlə belə bir şey demir. Cəmiyyəti qadına və kişiyə bölüblər. Bu qadın-kişi söz-söhbətlərinin arasında insanlıq itib gedib artıq. İnsanlıq itib gedib. Bu insanı qadına, kişiyə, nə bilim, pisə, yaxşıya, insanı xeyrə, şərə bölməyin tərəfdarı deyiləm. İnsan bütövlükdə bir yazıcı üçün insanın bir, belə deyim, gözün qabağında canlandırmalısan ki, bu insan nədir? İnsan nədir? İnsan nə istəyir? İnsan dərdi nədir? Və bunları yazır. Yoxsa otur, getdi bir qadın sevdi, indi ondan ötürü darıxır, otur bunu yaz gəl, səndən ötürü darıxıram, nə bilim. Səndən ürəyim səni istəyir. Bu məşə söhbətləridir. Mənə gəlir ki, bu mövzunu qadınla kişini bir-birinə qatıb, yoğurub, ali bir məqama çatdırmaq, öz əsərlərində çatdırmağa ehtiyacı hiss edirəm özümdə və bu yazılarım da bu yöndədir. Yeri gəlmişkən, mənim bu yaxınlarda bir kitabım çıxacaq. Sosial şəbəkələrdə zaman-zaman mediada yazdığım yazıların seçməsindən ibarət bir kitabdır. O kitabda insani dəyərlər, xoşbəxtlik, gülüş, etibar, güvən, inam, bütün belə bu bəşəri dəyərləri özündə ehtiva edən və münaqişələrə rəvac vermədən bir cəmiyyət necə tərəqqiyə nail ola bilər? Bax, bunun yollarını göstərən, təbii ki, mənim baxışımda bir kitabdır. Adı da belədir. Şəhidin vətən, Fərarinin həyat sevgisi. Bax, bir 10-15 günə çapdan çıxacaq. Bax, belə məni ifadə eləyən, bir yazıcı kimi ifadə eləyən bir kitabdır. İnanıram ki, maraqla qarşılanacaq. Kəramət, deyirsən, hər şeyi vaxtında gözəl yaşamısan. Təsəvvür eləyək. Gözəl deməzdim gözəl, amma yaşamışam. Yaşamısan. O hissləri yaşamışam, canımdan çıxıb. Biz yaxşı yaşamısan. Təsəvvür eləyək, Tanrıdan bir şey istəyirsən, hə? Bir şey. Və onu sənə verir. Nə istəyərdin? Bir şey istəyəcəksən, verəcəksən. Mən heç kimdən şəxsi heç nə istəmərəm. Tanrıdan özüm üçün heç nə. Tanrıdan Azərbaycan cəmiyyətinə demokratiya istəyərəm. İnsan hüquq və azadlıqlarının
belə deyim, olduğu bir cəmiyyət istəyərəm. İnsanların xoşbəxtliyini istəyərəm, rifah istəyərəm. Nəinki Tanrı, ümumiyyətlə bir yazıçının mənim düşüncəmə görə Tanrıdan da, dövlət başçısından da, bütün səlahiyyətli insanlardan da istəyəcəyi yeganə bir şey ola bilər də. İnsan xoşbəxtliyi, əgər səlahiyyət sənin əlindədirsə, insanların rifahı, öz cəmiyyəti üçün, insan üçün, insanlıq üçün. Mən gedim şəxsi nə istəyə bilərəm sən, nə edərəm, mənə nə verəcəksən, mənə pul verəcəksən, istəmirəm. Mənə nə bilim, başqa nə istəyə bilərəm səndən. Kitab yazırıq, çap eləyirik ki, bu sonra küçələrdə satırıq, özün tanıyırsan da mən, görürsən. Minimum səviyyədə ehtiyaclarımızı ödəyirik, yaşayırıq da. Başqa nə istəyir? Ağlıma bir şey gəlmir ki, mən sənə nə istəyəcəm? Deyim, yox, şey elə. Ən böyük şey istədim də. Yox, deyim ki, şey elə, sən, ay Tanrı, məni xoşbəxt elə, mən xoşbəxt olum, baxım, bədbəxt adamlara zövq alım. Nətər yəni? O, ölkədə elan verilir, belə görsən, informasiya yayılır, çörək qıtlığı yaranacaq. Çıxıb gedib marketdə baxırsan ki, çörəyin üstündə adamlar qırır, çörəyi belə qucaqlayır. Bu hansı məntiqdir? Bu o məntiqdir ki, mən belə çoxlu evimə çörək alacam, aparıb yığacam, mənim balalarım yeyəcək, başqalar da acından öləcək. Hə də, bu qamarlamaq zehniyyətidir. Bu zehniyyəti gələcək nəsillərə buraxmaq olmaz. Gələcək nəsil, hər bir şair, yazıcı, düşüncə, fikir adamları öz həyatı ilə, öz cəmiyyətinə nümunə olmağı bacarmalıdır da. Nümunə olmalıdır ki, bizim şairlər, yazıçılar, indi yazıçılar biri 21 dənə şairə, yazıçıya ev verib, qırırlar evin üstündə bir-birləri. Ah, nalə, söyüş, təhqir. Bunun şairi, yazıçısı evin üstündə bir-birini qırır. Bunun düşüncəsindən qidalanan cəmiyyət, insan nə nümunə olacaq? Sən təsəvvür elə, bu da səbəblər Azərbaycanda ümumiyyətlə seçkisi saxta olan ölkədə heç nə düz ola bilməz. Nə qədər ki Azərbaycanda sosial ədalət yoxdur, həmişə belə olacaq. Bir ədalətsizlik başqa bir ədalətsizliyə bəraət qazandıracaq. Ölkənin ədalət tərəzisi xarab olanda hərə öz əlindəkinə düz işlədiyinə düşünür. Məsələn, seçki keçirirsən, qardaş, mən hələ görməmişəm ki, hansısa namizəd desin ki, mən seçkidə uduzdum. Hansı namizəddən soruşursan, deyir ki, mən seçilmişdim, hökumət qoymadı. Bax, görürsən, seçki ədalətsiz olmağa, həm də hamıya özünü qalib eləmək haqqı verir. O deyir, ədalət keçir, mən də özümü qalib elan edirəm. Bir tərəzi, nizam yoxdur ki, ədalətli bir müsabiqə ola, ədalətli bir yazı müsabiqəsi keçirilir. Bəli, Azərbaycanda ədəbiyyat müsabiqələri tapşırıqlandır, nə bilim, xahişləndir. Amma o müsabiqədə iştirak edən 100 nəfərin 100-ü də hesab eləyir ki, qalib mən idim, layiq mən idim, haqqımı yedilər. İndi müsabiqə də ədalətsiz keçirilib deyə, sən gedib ona da deyə bilmirsən ki, qardaş, sən niyə özünü, bax, hamını sorğuluyursan, sənin bu boyda istedadlı adamların olduğu ölkədə özünü qalib elan eləməyin, o deməkdir ki, sən özün ədalətsiz adamsan da və sənə ədalət sən nəyə lazımdır? Sənə ədalətsizlik sərf edir. Yəni, Azərbaycan, bax, belə, bax, təkrar deyirəm, seçkisi saxta olan ölkədə heç nə düz ola bilməz. Həlləm, qəlləm, aləm qarşı bir-birinə, nə bilim, kim nə ağarır, kim nə deyir, kim nə düşünür, özünü hərə bir iddiada, hərə bir bu mənzərə çox biabırçı bir mənzərədir. Adamı, siyasəti də, nə bilim, siyasət indi yeri gəlmişsə, mən
Azərbaycanda hakimiyyət o qədər ədalətsizdir ki, ona qarşı mübarizə aparan ən murdar adam da mələk kimi görünür. Sən təsəvvür elə, hakimiyyət ədalətsizdir deyin, durub o murdar adama da murdar deyə bilmirsən də. Çünki avtomatik murdarlığın yekəsi bu yüzdədir. Proseslər. İndi bu şərlə şər dalaşır görürsən. Aralayan da şərdir. Heç nə deyə bilmirsən və başa düşürsən, siyasəti də bloklanıb, bütün proses bloklanıb. Çünki danışsan, ad çəkəsən, konkret danışsan, belə çıxır ki, sən bütün bu ölkədə, bütün bu sistem hamı ilə dalaşırsan. Hamı ilə dalaşanda da hamısı yığışır və tək qalırsan. Ona görə də sən özünü çətinlik çəkirsən, hamı ilə dalaş, ondan dalaş, bundan dalaş, ondan dalaş, xırdalanırsan da şəxsiyyət kimi. Ona görə bu şeyləri başa düşəndən sonra mən yeganə gördüyüm çıxış yolum nədir? Kitablar yazmaq, əsərlər yazmaq. Çünki müsahibə verirsən, bəzən sən fikirlərini müsahibədə ya yarımçıq çatdırırsan, nə bilim, demək istədiyin fikir yadından çıxır. Amma əsər elədir ki, oturursan, yazırsan. Və ona görə də mən yazdığım kitabın adı belədir. Mən necə təkləndim? Bir ölkənin hakimiyyəti, bir ölkənin müxalifəti, bir ölkənin cəmiyyəti, ata, ana, bacı, qardaş, arvad, uşaq yığışıb bir adamı necə təkləyə bilərlər? İndi mən bunu danışanda keçən dəfə müsahibəmdə də demişdim. Kimsə deyə bilər, nə oldu elə bu ölkədə hamı dəli oldu, bir dənə sən ağıllı oldun, cəmaət səni təklədi. Elə deyil. Amma sən o kitabı oxusan, görəcəksən ki, bizim əslində hamımız təklənmişik. Hamımız təklənmişik. Hamımız təkik. Tənhayıq. Bir-birimizi belə deyim də anlamırıq və ya anlamaq istəmirik. Belə bir-birimiz şəxsiyyətlər bu Azərbaycan çox uzun danışmıram. Məncə danışım da biraz. Evet. Sadəcə biraz bəş danışdın. Şəxsiyyətlər xırdalanır. Məsələn, ən primitiv bir metod deyim də, elə bilən ki, sən belə çox hörmətli bir ictimai bir figursan. Məsələn, ən elementar nümunə çəkirəm. Məsələn, bir nəfərə deyirlər ki, get, onun evinin yanında bütün günü maşını siqnal verir. Düt, 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 düt. Birində də sən çıxıb çölə deyəcəksən ki, nədir da, siqnalda adamın sinirlərinə toxunur da. Və bununla mübahisən yaranacaq, qonşular tökülüşəcək. Oradan polis gələcək, mətbuat bir dənə başlıq çıxartdı. Məsələn, Kəramət Böyükçöl qonşu ilə dalaşıb. Bütün səndən açıqlamağa qonşulam, siqnal, zat və belə boş-boş söhbətlərinizə sabah indi çıxıb müsahibə verib, ciddi bir söhbət eləyəcəksən, cəmaət rəy yazacaq ki, o qonşu ilə dalaşan adam deyil bu. Qonşu nə tərdi? Qonşu nə oldu? O siqnalın axırı nə oldu? Qonşu döydü, nə elə bu get. Adamı belə şəxsiyyət kimi xırdalanır da. Sistem belədir, yeyir şəxsiyyətlər. Bu arada sənə də deyirəm, aynısı da şey belə xırdalanır, biraz öz səhvin olur, biraz sənə qarşı bunu belə qururlar, belə və yaxud, məsələn, gözəl qızlar haqqında böhtan həmişə surətlə yayılır. Heç görmüsən, məsələn, belə bir eybəcər qız haqqında böhtan yayılmır, heç onlar adamların onu, o böhtanı ağızdan ağıza çeynəyib bir-birinə ötürməyə marağı olmur. Amma gözəl qızlar haqqında böhtan işıq surəti ilə yayılır. Bir gün, təsəvvür elə, sən bilirsən o qız haqqında bunların hamısı böhtandır. Yenə də o qıza ciddi münasibət bəsləyə bilmirsən, onunla ailə qurmaq, xoşbəxt bir həyat təsəvvür edə bilmirsən. Çünki işğal olmuş zehniyyətin adamısan, axı, kənardakılardan asılısan. Hamı onu belə bilir. İndi sən o qızın taleyini düşün də, qız buna qarşı necə çırpınır, nə bilim, mümkün deyil. Ailə qursa belə başına danqıldadılır, nə bilim, nə və həyat. Bir gün o qız onun haqqında deyilən böhtanları həqiqətə çevirir. Gedir elə o böhtanları yaşayır, elə də olur. Bəli. Amma o qız öz
həyatı heç kimə başa sala bilmir ki, niyə belə oldu? Nə cür gəldi bu vəziyyətə düşdü? O heç kimə izah edə bilmir də onu. Bax, həyat Azərbaycan cəmiyyəti, siyasətçiləri də, şəxsiyyət olmaq istəyən adamları da hamısını bax belə yeyir. Nəmişlik adamı necə çürüdür, evin divarlarını necə məhv eləyir. Bax, bu cəmiyyətin o nəmişliyi, bax, insanları, şəxsiyyətləri elə yeyir. Amma sən bu prosesi dərk eləyəndə, bu sistemi dərk eləyəndə, insanların zehniyyətindəki sistem və onun üzərində qurulmuş bir siyasi sistem, bunu dərk eləyəndə fikirləşsən ki, bəs mən necə eləyim? Mən də o qız kimi gedim, haqqımda deyilən böhtanları həqiqətə çevirim, yoxsa mübarizə aparım, bir əzm göstərim, iradə göstərim, xilas olum və bir nümunə qoyum ortaya. Adamların çoxu o əzmi tapa bilmir. Görür ki, nə bilim, bunun haqqında yazdılar, filan kəsə işləyir, filan kəsin adamıdır, o ona atır, bu buna atır, bu da axırda görür ki, onsuz da zibilim çıxıb. Elə gedim, oturum birinin, daha çovut deyəcəm, qucağında, elə mən də qoşulum bu zamana. O qədər belə qənaətə gələn adamlar olur. Heç kim özünü xilas eləmək istəməyib ki, özündən sonra gələn adama bir nümunə qoysun. Heç kim bunun haqqında düşünmür. Hamı məğlub olub bu zehniyyətə. Hamı məğlub olub. Bugünə kimi Azərbaycanda. Azərbaycanda bugün Azərbaycanda prinsipləri yolunda bir nəfər də olsun həyatından keçən adam olmayıb. Təsəvvür elə. Məğlub olmuşsan və məğlubiyyətə o qədər bəraət qazandırmaq olar. Uşaqlarım var idi, ailəm var idi, atam var idi, anam var. O qədər minlərlə var. Amma sən prins və gördün, məğlub olmuşsan, silahı götürsən, bir dənə həyata nöqtə qoyursan ki, bundan sonra mən bu həyatı davam eləsəm, biabırçı olacaq. Mənim gücüm bura kimi çatdı. Əziz insanlar, qoyursan və vəssalam. Yoxdur, hamı gəlir bir yerdə məğlub olur, zehniyyətə, məhv olur, çıxır gedir o qız kimi. Böhtanları da həqiqətə çevirir. Bu dəhşətli bir şeydir. Bir yazıcı kimi özümü oturub düşünürəm ki, Victor Hugo haqqında nə desələr adamın gözündən düşə bilər. Mümkün deyil. Nə deyirsən deyə, o Victor Hugo'dur. Ona görə də kəramət, sən yazmalısan, əsərlər yazmalısan. Göz əsərlər və o əsərlərindən elə bir ucalığa qalxmalısan ki, kim nə danışır, kim nə deyir, onlar o səslərin heç birini eşitməməlisən. Sən o səslərlə, o ağzaqanad dızıltıları ilə dalaşmamalısan. Özünlə dalaşmalısan ki, mən niyə böyümürəm ki, o səsləri eşidirəm. Yazıçı özü ilə dalaşmağı bacarmalıdır da, sənin mübarizən özünlə olmalıdır. Yoxsa kənarda mübarizə aparacağın adam 1 deyil, 2 deyil, bu həşəratlar 3 deyil, 1000 deyil, bunu deyib hansıyla döyüşəsən? O tökülüşüb səni məhv eləyəcəklər də, o heyvanlar haqqında verişə baxmırsan, bir camış, şir gəlir, bir camışı tutur. Bütün o sürünün içindən, bütün o camışın yoldaşları, bir yerdə otladıqlar, hamısı qıraqdan baxır ki, görək şir o camışı yeyə biləcək, yoxsa yox. Halbuki o camış sürüsü belə şirin üstünə biraz hücuma keçsə, şir bunu buraxıb qaçasıdır. Heyvani instinktlərlə yaşayır cəmiyyətdə, bax, insanlar. Bir dəqiqə bax elədir, həşəratlar bir də görürsən, yığışır belə bilmirsən bununla mı? Bəxi şirin özü qocalanda çaqqallar gəlir, belə eləyir, baxırda heydən düşür, məğlub olur. Ona görə də sən başa düşməlisən ki, sənin qarşında, sənin qorxaqlığından da, sənin cəsarətindən də yararlana bilən bir sistem var. Cəsarət 21-ci əsrdir, orta əsrdə dövrü deyil. Elə qavalla, nə bilim, qılınçla zadla mən cəsarətliyəm, Koroğluyam. Bu boyda texnologiyası, bu boyda resursu olan bir sistem, dünya, nə qaracası, necədir? Ancaq bir dənə bu boyda topu, topxanası, texnologiyası
olan bir sistemlə mübarizə aparmaq üçün sən heç olmasa bir dənə səmimiyyətin və dürüstlüyün olmalıdır ya. Yox, o da yoxdursa da ortalıqda nə gəzirsən. Sığınırsan o səmimiyyətinə, sığınırsan o dürüstlüyünə, o tənhalıq, düşüncə qidanı o tənhalıqdan alırsan, gedirsən əsərlər yazırsan, kitablar yazırsan. Neyiniyim? Nə varəsən? Neyniyəcəksən? Yazıçısan da, yazıçı kitab yazmalıdır, əsər yazmalıdır da. Onun xalqı da onu oxumalıdır da. O da o kitabların alınmağından, oxunmağından stimul almalıdır yazıçı. Sən yəni bir yazıçı gündə kitab yazası deyil ki, bir yazıçı uzaq başı 5 aydan, 6 aydan bir ildə bir kitab yazar da. Sən ildə bir dəfə 10 manat verib onun kitabını alırsan. Təsəvvür edirsən. Yəni bu ildə bir dəfə 10 manat verib onun kitabını alırsan. Amma ildə bir dəfə 10 manat verib onun kitabını almağın və oxumağın o yazıçını necə stimuldur, necə yaşayır onunla və sən də onun düşüncəsindən qidalanırsan. Və bu sənə zərərli bir düşüncə də təbliğ eləmir. Sənə bəşəri dəyərləri, insan, insanlıq, dünyəvi düşüncə, təfəkkür, insan xoşbəxtliyi, necə xoşbəxt olaq, münaqişələrə rəvac vermədən necə xilas ola bilərik, ölkəmizi, cəmiyyətimizi, özümüzü, gələcəyimizi, övladlarımızı necə xilas edə bilərik ki, bu düşüncədən, bu zehniyyətdən xilas olaq, sivil, müasir, dünyəvi təfəkkürə malik bir düşüncəmiz, zehniyyətimiz olsun və onun da üzərində demokratik bir hakimiyyətimiz olsun. Xoş, bir yazıçının arzusu nə ola bilər? Mən belə bir düşüncəyə malik adamam və mənim də qələmim, gücüm, yazımdır, pozumdur, bunu da eləyirəm. Belə. Bir dənə replika vereyim ədalət haqqında. Bizdə ədalət avtobusa mindirmək üçündür də. Kəram, son günün olsa bu gün, Allah gözündən versin. Neynəmək istəyərsin? Nə edərdin? Son günündür bu gün. Təbii ki, mən belə deyim, bir dəfə Elmlər Akademiyasının qarşısında kitab satanda qəfil sinəmdən bir göynərti başladı və çənəmin altına vurdu. Sonra ağrı keçdi kürəyimə, o göynərti ağrıya çevrildi. Dişlərim ağrıdı. Hamısı infarktın əlamətləri idi. Həmin vaxtda da əmim təzə rəhmətə getmişdi. Demək, 100% məndə bir əminlik hissi yarandı ki, bu infarktdır da. Tez taksi sipariş verdim, klinikaya gedim və yolda, təxminən 20 dəqiqəlik yolda, telefon da əlimdə, WhatsApp-da fikirləşirdim ki, yəqin ki, yolda qəfil ölə bilərəm də. Mən kimə yazım ki, övladlarımı sənə əmanət eləyirəm. Və mən 20 dəqiqə ərzində nə qədər fikirləşdim, övladlarımı əmanət eləməyə ağlım bir adam gəlmədi. Yəni, adam var, atam var, anam var, dostlarım var. Amma mənim onlara sevgimlə müqayisə oluna biləcək bir adam ağlıma gəlmədi. Hətta onların anaları belə mənim o övladlarıma sevgimlə müqayisə olunacaq bir adam deyildi ki, o yazım ki, bəs mən ölürəm, onları sənə əmanət edirəm. Onlar ümumiyyətlə yox idi o siyahıda. Çata-çatda da girdim klinikaya, yoxladılar, elədilər, dedilər ki, heç bir problemin yoxdur, nevrolojiymiş. Sən demə, o yanğı və ağrı mənim nə qədər tənha olduğumu göstərmək üçün imiş mənə. İndi mən elə gəlir ki, mən yazılarımda da, çıxışlarımda da daim o son sözümü, elə dediklərimin hamısı elə son sözüm kimidir da. Mən hər gün son gün kimi yaşayır. Hər günümü son gün kimi yaşayan adamım da. Yəni Azərbaycanda onsuz da evdən çıxanda bilmirsən başına nə gələcək. Bilmirsən ki, nə gələcək. Nə olacaq? Hər şey ola bilər. Bir də gördün, nə bilim. Hər yeri mina olan bir ölkədir da. O bir dəfə demişdim müsahibəmdə, deyirəm ki, Azərbaycanda ictimai siyasi fəaliyyətlə məşğul olmaq, azad, müstəqil öz düşüncələrini ifadə edən bir adam olmaq, təxminən işğaldan azad olunmuş o minalı ərazidə gəzib dolanmaq kimi bir şeydir. Hər an
minaya düşə bilərsən. Bəzən çox sərt, kəskin tənqidlər elədiyin vaxt yox, susub sakit oturduğun yerdə başına nəsə gələ bilər. Gözlənilməyən, bilirsən nə olacaq, nə edəcək, heç nə. Daim həyəcan, narahatlıq, amma mənim kimi adamlar o gələcəkdə başına nə gələcək, bunları qabaqcadan hesablayır və təsəvvür edir nələr gələ bilər, ona bir immunitet yaradır özündə ki, o hadisələr onun başına gələndə belə ağlayıb sızlamasın da. Vərdiş, bilirdim də belə olacaq. Belə. Kərəm, sonuncu sualımı verim. Utanmasan neyini yersən? Bu yaxınlarda bir yazı yazmışdım. Yazmışdım ki, Azərbaycanda nə edirsən elə, nə səhv eləyirsən elə, nə qələt eləyirsən elə, mütləq sənin elədiyin hərəkətə bəraət qazandıran və ya təsəlli verən bir atalar sözü var. Bu, məsələn, gah deyir, utanan oğlu olmaz, gah deyir, utanmasan oynamağa nə var? Nə bilim, bir yerə gecikirsən, deyirsən ki, özə bəraət qazandırırsan ki, tələsən təndirə düşər, tez gedirsən, deyirsən ki, bugünün işin sabaha qoyma. Nə eləyirsən, nə ağarırsan, bir atalar sözü var da, nə bilim, gah deyir, otdan kül törüyər, gah deyir, ot kök üstündə bitər, nə bilim, meydani. Bu atalar sözləri, bu da belə daha çox ataların, anaların əli ilə zehniyyətimizə soxuşdurulmuş atalar sözləridir da bu. Sovet dövründən zaten yeridiblər bizə ki, bu belə aydınlanmış bir düşüncəmiz olmasın, aydınlanmış, işğal olmuş zehniyyətin atalar sözləri, məsələləri də, neyinsən elə biri var, çıxacaq qabağa. Utanmasam indi, nə bileyim, valla, mənə onsuz da olur adamda ki, sən eləyərdimə ayıbdır. Azad, mənim iş kimin qarşısında, yəni belə deyim, sosial bir statusum yoxdur ki, məsələn, vəzifəm yox, millət vəkili deyiləm, deyərlər ki, buna baxma, deputatdır, bunu belə. Yazsa adamam, azad adamam. Həyat mənə necə təsir edir, elə də yaşayıram. Nə bilim, istəyirsən bir də yuxum gəlir, başımı qoyub, burada biraz yatıram, nə bilim. Avtobusda o qədər yatıb qalmışam, 3-4 qrup vurmuşam, gəlib sürücü qaldırıb ki, sən doymadın da 5-6 qrup vurdu. Nə bilim, başqa həyat mənə necə təsir edib. Məsələn, mən yalan danışmaq, bir yalan səni eləyir, öz arxasınca salır, nə qədər yalana vadar eləyir. Elə bilsən, mən zəng eləyirsən, mən sənə yalandan deyirəm ki, elmlərdə oturmuşam, yalandan deyirəm ki, rayondayam. Ondan sonra mənə nə qədər zənglər gəlir, hamısına, nə bilim, cavab verirəm ki, rayondayam deyirəm. Çünki fikirləşirəm ki, birdən Elgün olar, başqa bir adama zəng elətdirər ki, soruş gör harada. Gör, bir dənə sənə yalandan rayondayam deməyim, mənim o gün nə qədər yalan danışmağıma məcburiyyət yaratdı. Və yaxud gizlənməyimə, qorxmağıma, ehtiyatla hərəkət eləməyimə ki, mən demişəm ki, rayondayam. Bütün yalanlar belədir. Səni öz arxasınca salır, aparır, iyrənc bir sahələrə götürür, salır da. Məsələn, mən qabaq tələbə vaxtı universitetdə tədbirdə filan çıxış edirdim. Rəsmi tədbirlərdə tələbəyəm, nə bilim, kostyum zadı əynimə geyindirib, boğazıma qalışıq vurub, deyirlər, çıx danışda, orada o qədər. Orada mənə məmurlar əl çalırdılar. Fikirləşirdim ki, bunlar mənə əl çalırsa, demək mən səhv danışıram da.
və daxilimdə bir təkan baş verirdi. O təkan mənim üzümü qızardırdı, əlimi, qulaqlarımı qızardırdı. O daxili təkan elədi ki, sən o təkanlara bir dəfə, iki dəfə, üç dəfə əhəmiyyət verməyəndə daha o reaksiya vermir, üzün zadın qızarmır. İçin sarvat olur, işləmir. Həyatı necə yaşayırsan, heç fərqinə də varmırsan. Bəzən görürsən, bir qızla bir yerdə oturursan, başını da qoyur sinənə. Burnunla, qulağınla oynaya-oynaya, bir də görürsən, anası buna zəng eləyir, hardasan? Qız bugünü dünənə, dünəni bugünə, dünənlə bugünü birləşdirib sabaha elə ustalıqla calayır ki. Yazacam da. Calayır, güya kitabxanadadır, dərs oxuyur, nə qayırır, neyniyir. Adam qızdan qorxur ki, bu qız bu yaşda öz için harda sarvat eləyib ki, bu anasına bu boyda yalanlar danışır, nə üzü qızarır, nə qulağı qızarır. Adam qorxur. Gözün qabağında bu boyda, anasına bu boyda ustalıqla yalanlar danışan adam gör, yəni potensial elə bir sabah sənə də eyni şey. Adam bir... Ona görə də daxili səmimiyyətimi, içimi hər zaman qorumağa çalışıram ki, bu içim sarvat olmasın ki, için sarvat olsa sən nə yazacaqsan, hara istinad eləyəcəksən. Sən o içini yazırsan da, onda sən kim üçün maraqlı olacaqsın. Belə. Elə başa düşdüm ki, istədiyini eləyirsən. Utandın, utanmadın. Ağzıma gələni yaşayan adamım da. İstədiyini eləyirsən. Kərəmət, dəvəti qəbul edin, gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ ol. Minnətdaram, təşəkkür edirəm. Çox sağ ol.